Əslində çox zaman üzdə çox ciddi, xoşbəxt, səmimi, dostcanlı və bir çox zaman pozitiv və enerji verən kimi görünürlər. Onlar hər zaman başqalarının həyatına işıq, çıraq, ümid və motivasiya olmağa çalışırlar. Təbii ki, anladığınız söhbət kimlərdən gedir? Söhbət dərs deyən hər müəllimdən getmir. Söhbət işini vicdanıyla görən və həqiqətən də bu peşənin haqqını verən, başqasının övladını, öz övladının taleyə qədər düşünüb ona can yandıran müəllimlərdən gedir. Mən hələ dünən kimi xatırlayıram ki, Sadiq dünyaya gəlməmişdən də, Sadiq dünyaya gəldikdən tam 40 gün sonra da mən yalnız bu peşə ilə ayaqda tutulmuşam. Həyatımın ən çətin günlərini, hansı ki sizinlə bunların heç birini paylaşmamışam, mən onların hamısını işim sayəsində atlatmışam. Mən müəllimə olmasaydım, bəlkə də drama queen olub qəmlərlə, depressiya ilə boğuşa bilərdim. Bəli, bunu etiraf edəcəm. Amma mənim buna heç vaxtım belə olmayıb. Çünki mən həmişə özümü bildim biləli bu işlə məşğul olmuşam. Universitet həyatını bitirdiyim gündən bəri fasiləsiz olaraq, hətta yaylar daxil olmaqla düz 7 ildir ki, mən müəllim olaraq çalışıram. Soruşsanız ki, xoşbəxtsənmi? Hə, xoşbəxtəm. Niyə? Çünki mən sadəcə müəlliməlik eləmirəm. Mən həyatlara toxunuram. Çünki mənim mənəvi bağı qurmadığım tələbəm yox dərəcəsindədir. Hətta bəzən məndən tam 2 yaş balaca tələbəmə belə mən balam, canım balam belə deyə bilirəm. Nəysə, uzun sözün qısası. Başda 35 illik müəllimə olaraq çalışan və fəxr etdiyim anam, həmçinin də bacım daxil olmaqla bütün müəllimlərin bayramını təbrik edirəm. Mən düşünürəm ki, nə qədər ki biz varıq və bu işimizi vicdanla görürük, biz həqiqətən də həyatlar dəyişəcəyik. Ümid edirəm ki, işığımız heç sönməsin və işığı sönən bütün tələbələrin çırağını yandıra bilək.